Salam dəyərli dostlar, bu video dərsimizdə sayın quruluş növləri ilə bağlı bəzi önəmli məqamlara diqqətinizə çatdırmaq istəyirəm. Deməli, biz demişik ki, digər nitq hissələrindən fərqli olaraq saylar daha çox saylardan əmələ gəlir. Məsələn, isimdir, sifətdir, feildir və s. zərfdir. Bunlar deyək ki, digər nitq hissələrindən əmələ gəlirlər çox rahatlıqla. Amma biz sayda demişik ki, saylar daha çox saylardan əmələ gəlir. Ancaq biz burada görəcəyik ki, digər nitq hissələrindən də əmələ gələn saylar var. Məsələn, deyək ki, əvvəl, axır, son, filan, orta. Bunların üzərinə ıncı şəkil ikisini artırdıqda, əvvəl zərfindən əvvəlinci, axır, son ismindən axırıncı, sonuncu, filan əvəzliyindən filanıncı, orta sifətindən ortancı deyə düzəltmə sayı əmələ gəlir. Sonra dostlar, burada bəzi sözlər var ki, mürəkkəb saylardır, ancaq yeri gələndə mürəkkəb zərf kimi də çıxış eləyə bilir. Məsələn, az-az, çox-çox. Bu sözlər dostlar, yerinə görə zərf, yerinə görə say olacaq. Məsələn, deyək ki, əgər hərəkətin qabağına gəlibsə, məsələn, çox-çox işləmək, az-az danışmaq, bu olacaq zərf. Amma məsələn, deyəndə ki, çox-çox insanlar, az-az fikirlər və s. dedikdə isə bu zaman olacaq mürəkkəb say. Ondan sonra dostlar, eyni sözlərin təkrarından əmələ gələn sözlər, mürəkkəb sözlər say yox, zərf olacaq. Məsələn, deyək ki, 1-1, 2-2, 3-3 və s. Və burada digər hansı kitablarımızda çox da rast gəlmədiyimiz mürəkkəb saylar var, onları qeyd etmək istəyirəm ki, yəni nə vaxtsa hansısa bir testdə, cümlədə qarşınıza çıxarsa, çətinliyiniz olmasın. Külli miqdar, saysız, hesabsız, bir xeyli, bir elə, bir belə, bir qədər, bir az, bir ovuc, bir yığın, bir aləm, o qədər, bu qədər, filan qədər, xeyli az, xeyli çox tipli sözlər də mürəkkəb saylardır. Bunları da yadınıza saxlayın ki, sizə lazım ola bilər.